Hamıya salam dostlar. Bugün çox uzun vaxtdan sonra video paylaşıram. Bugün çəkiliş vlog, yəni rəqsdə Xəzər axşamına çəkiliş edirik və bu çəkilişi sizlə bir yerdə paylaşmaq istəyirəm. Çox maraqlı bir vlog olacaq. İnşallah göstərə bilərəm çəkilişdə kadr arxasını, çəkiliş arxasını sizlərlə paylaşmaq istəyirəm. Əgər çəkə bilsəm onu çəkəcəm, çəkə bilməsəm hazırlaşma vlog kimi sayarsınız. Onda vaxt itirmədən çox gec oldu artıq. Videomuza başlayaq. Orada biraz tez gedirik, çünki məşq az vaxt vermişdilər bizə və bizə məşq etməli idik. Ona görə 1 saat falan tez gedəcəyik. 3-də çıxmalıyıq və hal-hazırda saat 2-dir və saçımı hörməliyəm, paltarlara hazır geyinəcəm. Yəni yubkanı götürəcəm özümlə, çünki avtobusda çox rahat olmayacaq. Şalvar və koftasını indi geyinəcəm, saçımı hörəcəm, makiyajımı da burada eləyib gedəcəm ki, hazır olum və orada heç bir şey etməyim. O zaman indi paltarımızı geyinək. Dostlar, kombinimi göstərəcəm indi nə geyinəcəyimi. Biraz cəld olmalıyam. Belə bir şalvar, ağ sadə. Belə bir kofta. Belə bir naxşı var. Sus. Belə bir vilket üstünə naxışa aid bir vilket. Onda geyinib gələk. Dostlar, paltarımı geyindim. Belə oldu paltarım. İndi saçımı yığmalıyam və saçım üçün malzəmələri burada yığacam sizə bir yerdə. Birinci bu mikrofon taxım ki, əlimdə gəzməsin. Bəli, indi saç üçün malzəmələrimi yığacam ki, mama rahat eləsin. 3 dənə daraqdan istifadə edirəm. Burada 3 yığıram. 3 dənə daraqdan istifadə edirəm. Bir belə mavi. 2 saç ayırmaq üçün daraq. Ucu belə nazikdir və belə saç ayırmaq üçün bir yeri var. Bu daraqda saçım düz olsun deyə. Məsələn, baxın, hal-hazırda çıxıraq belə. Onu məsələn darayırsınız və baxın düz olur. Belə bir daraq. Yaxşı sabit edinsə. Hələ bitməyib, yanın. Bir davam edirik. Belə bir tacım var. Buna bir dənə baxın. Kraliçə tacıdır. Çox şıkdır. Hələ davam edirik, bitməyib. Belə bir kisəmiz var. Bu kisələr olur adətən, amma bizdə mıncaq kisələrdir, baxın. Buram qoşun. Benim qoşun. Belə bir mıncaq dolu kisə. Bu mıncaqları biz saçımıza yığacağıq. Ondan sonra səliqə ilə, çox səliqə ilə, çox təkrar yerinə qoyuruq. Tamam. Belə bir qabdır. Burada qara rezinlər xırda, çoxlu. Burada da nividinkalar. Bundan saçımızı bərkələyəcəyik, tacı və fataları. Burada da əlavə nividinkalar, belə rəngli nividinka və maşa. Maşa da o. Hə, bu maşadır. Maşa. Maşa. Başqa saçıma nə vuracam? Tacı elə. Burada arxadan gələn musiqi səslərinə görə çox üzr istəyirəm. Nəzrin sağ olsun. Neyse, belə bir. Burada hara getdiyimizi demədim. Bunu sizə dostum desin. Hara gedirik? Bugün tüylü olan Metalettin Bəli, Verliş'in. Və çox həyəcanlıyam həqiqətən. Onda saçımı yığaq. Saçımı yığdım, belədir. İndi makiyaj keçmişəm. Qapatıcı vuracağım üzümə birinci. İndi sumkamızı yığaq. Başlayaq.
Dostlar, makyajım belə oldu, göz makyajım. Gözümü nəzin elədi. İndi gedirəm allıq aşağıdadır, onu vuracağım. Highlighter vuracağım. Bir də pamadamı da orada vuracağım. Çünki su falan içərəm yolda. Ona görə pamadam pozulmasın. Bir də qaşımı biraz darayacağım. Pamadanı vurup su içenden sonra pamadanı tazelemek daha havalı bir fikir. Neyse, indi keçək. Dostlar, indi duxu vururam. Duxum Everdance duxusudur. Bura. Biraz mikrofonuma da vurdum. Allah kahretsin. Kırıq gedirik. Üzüm axırıncı üzüm belədir, yəni üzümə başqa heç nə vurmayacağam. Belə çox qızardım amma olsun da, yəni səhnəyə çıxırıq. İndi qapını açmaya çalışıyorum. Mənim çox doldu. Qapı açılıymış. Bax, indi Nəzrin gəlir, Nəzrinə göstərəm. Nəzrin belədir. Çox gözəl. Amma baxın, bu da Nəzrin. İndi gedirik. Nəzrin, nə düşünürsən? Neçə səhv eləyərsən? Sıfır, hə? Şansın yoxdur. Şans yok değil. Bu arada videomuzu eğer orada kadr arkası çekebilmezsem YouTube'da var da YouTube'da paylaşırlar. Oradan kesip koyacağım. Ya iki olanlar ya da ki yaşlı. Burada da bir şey var bakın. İndi Mədəniyyət Sarayına gəlmişik. Mədəniyyət Sarayına gəlmemizin səbəbi yığışıb bir yerdə avtobusuna getməyimizdir. Burada gözəl Nəzrin var. Nəzrin çok güzel görsənirsən bu arada. Çekme. Ayaklarımı çekin. Çok pis olsam formarsın. Sen veri. Çok pis olsam Dostlarımın yanına çok çekebilmeyeceğim. Nəzrin mənim yanımda yaxşı. Nəzrin giriş eləyir. Kırıq elini gedirik avtobusa. Avtobusda görüşərik. Getdik. Bu kimdir? Kölgə. Maşın budur. Belədir, hər yerində göstərir. Dostlar, indi gedirik, görüşərik. Söyleyeceğim maşındayıq, yəni öz maşınımıza mindik. Çox əyləncəli idi və bizi bir daha dəvət elədilər. Aprelin 29-u bu çəkilişdən bir dənə olacaq. Hələ davam edirik, onda davam. Artıq evdəyik və çox yorğunam. Video çox maraqlı idi məncə. Çox yoruldum həqiqətən. Çox həyəcanlı keçdi, çox maraqlı keçdi. Mətanət xanımı yəni canlı olaraq gördük. Gözüm falan hamısı qapqaradı. O qədər makyaj eləmişdik ki yüzümüzə. Çox maraqlı idi. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Sağ olun.